Salam, hər vaxt xeyir olsun əziz izləyicilər. Bu videoda sizlər üçün 20 aprel 2025-ci il tarixində 9-cu siniflər üçün olan buraxılış imtahanı riyaziyyat suallarını izah edəcəm. Başlayaq suallara. Demək, əldə edilmiş sualda deyir, irrasional ədədlərdən hansı 3/1-dən kiçikdir? Biz nə edirik? 3/1-i məxrəcin kökün altına salsaq, bu edəcək kök altında 9-da 1 olacaq. Surətlər diqqət etsək variantlara görərik ki, hər birinin surəti 1-dir. Demək, surətləri bərabər olan kəsrlərdən məxrəci böyük olan kiçik olacaq. Demək, ən kiçiyi kök altında 1 bölünsün kökdə 15 olacaq. Doğru cavab D variantı olacaq. Növbəti suala keçid edək. 58-ci sual. 58-ci sualda 4x kvadratı minus 3x bərabər 0 deyil, tənliyini həll edin. Bunu vurğulara ayırmaqla həll edirik. X-in mötərizə xərcini çıxarsa qalacaq 4x minus 3 bərabərdir 0. Buradan x bərabərdir 0 və 4x minus 3 bərabərdir 0 və 4x bərabərdir 3. Buradan da x bərabərdir 4-də 3. Yəni 0 və 4-də 3 doğru cavab olacaq. 0 və 4-də 3. Onda B variantı olacaq doğru cavab. Növbəti 59-cu suala diqqət edək. 59-cu sualda bizə deyir ki, kök altında 0,25, 16, 0,5 ifadəsinin qiymətini hesablayın. Diqqət etsəz görərsiniz ki, hər birindən ayrı-ayrıqda kök çıxır deyə bunları vurmağa ehtiyac yoxdur. Ayrı-ayrıqda kök çıxaracaq. Yəni 0,25 0,5-in kvadratıdır. 16-dan 4 çıxır və 0,36-dan da 0,6 çıxır. Burada 4-ü 0,5-ə vuranda bu bizə 2 verəcək. 2 vurulsun 0,6, yəni 1,2 doğru cavab A variantı olacaq. 60-cı sual. 60-cı sualda bizə verib A bölünsün x plus A çıxılsın A bölünsün x minus A. Ortaq məxrəci gətirsək bunu. Ortaq məxrəc bunlara x plus A ilə x minus A olacaq. Buna düşəcək x minus A dəfə, çünki məxrəc x plus A-dır. Buna da x plus A dəfə düşəcək. Vurub açsaq, verəcək AX minus A-ya vuranda A kvadrat minus. Burada mənfi təsir eləyəcək. AX minus A kvadrat olacaq. Çünki burada mənfi plusu minus eləyəcək. Burada AX-lar gedəcək, qalacaq mənfi 2A kvadratı, məxrəcdə də x plus A, x minus A, yəni x kvadratı minus A kvadratı. Bunda mənfini məxrəcə alsaq, 2A kvadratı bölünsün, A kvadratı minus x kvadratı olacaq. Demək, 2A kvadratı bölünsün, A kvadratı minus x kvadratı doğru cavab B variantı olacaq. Növbəti 61-ci sual. 61-də deyir ki, ifadəsini sadələşdirin. 0,136-nı elə %36 kimi yazıram. Vurulsun. A üssü mənfi 5, yəni 1 bölünsün A üssü müsbət 5 deməkdir. B üssü 6 vurulsun. C üssü 3 vurulsun. 2,9-da 2-ni düzgün olmaya gəlsək 9, 2, 18, o da 2, 20 eləyəcək. A üssü 4, B üssü mənfi 4-ü 1 bölünsün B üssü müsbət 4 və C üssü mənfi 5-i 1 bölünsün C üssü müsbət 5 kimi yaza bilərik. Və buradan 36 ilə 9 gedər, qalar burada 4. 100 ilə də 20 gedər, qalar burada 5. Demək, bunun əmsalı olacaq 5-də 4. 5-də 4 ilə olan cavab 1-dən olduğuna görə doğru cavab B variantı olacaq. Demək, 5-də 4 başqa variantlarda yoxdur. Yəni 5-də 4 burada A üssü 4 ilə A üssü 5 keçəcək, A qalacaq. B üssü 6 ilə B üssü 4 keçəcək, B kvadratı qalacaq. Demək, məxrəcdə A qalacaqsa, onu sürət atsaq, A üssü mənfi 1 eləyəcək. B üssü 2 olacaq və C üssü 3 ilə C üssü 5 dəxsə gedəcək, C kvadrat qalacaq. Amma məxrəcdə olduğuna görə C üssü mənfi 2 olacaq. Demək, doğru cavab B variantı olacaq. Sonra növbəti sual 62-ci sual. 62-ci sualda bizə deyir ki, dairəvi diaqramda universitet tələbələrinin fakültələr üzrə sayının faizli ifadəsi göstərmişdir. Televiktorinada iştirak etmək üçün universitetin bir tələbəsi təsadüfən seçilir. Hansı hadisənin baş vermə ehtimalı ən böyükdür? Demək, buna diqqət edək. İqtisadiyyat fakültəsi 14%. Demək, iqtisadiyyat 14%. Sonra riyaziyyat 21%. Riyaziyyat 21%. Təbiət elmləri fakültəsi 39%. Təbiət 39% və sosial elmlərdə 26%. Sosial elmlər 26%. İndi bizə deyir ki, hansının seçilmə baş vermə ehtimalı ən böyükdür? İqtisadiyyat fakültəsinin tələbəsi və ya riyaziyyat fakültəsinin tələbəsi seçilmişdir. Demək, və ya dediyinə görə biz toplamalıyıq. İqtisadiyyat, riyaziyyat.
İqtisadiyyat riyaziyyat onda 14%, digərdə 21%, onda bunun seçilməsi 35%, yəni %35-i ola bilər. Bu A variantı %35. Sonra iqtisadiyyat fakültəsinin tələbəsi seçilmişdir. B variantı iqtisadiyyat isə 14% olacaq. C variantında riyaziyyat fakültəsinin tələbəsi seçilmişdir. 21% olacaq. D variantı sosial elmlər fakültəsi sosial 26%-dir. D variantı 26% olacaq. Təbiət elmləri fakültəsinin tələbəsi seçilmişdir. Təbiət 39%-dir. Y variantda 39%. Göründüyü kimi burada ən çox faiz olan 39% olduğuna görə, yəni bunun seçilmə ehtimalı digərlərindən daha çoxdur. Yəni baş vermə ehtimalı ən böyük olan Y variantı olacaq. Növbəti 63-cü sual. 63-cü sualda bizə deyir ki, kubun tilini 1 vahid artırsa, onun həcmi 19 vahid artar. Kubun tili, fərz edək ki, kubun tili A idi. A-nı 1 vahid artırdıq. Sonradan oldu A plus 1. Həcm əvvəlki kubun həcmi V bərabərdir A kub olacaq. Sonraki kubun həcmi isə A plus 1-in kubu olacaq. Bizə deyir ki, bunun tilinin 1 vahid artması onun həcminin 19 vahid artmasına gətirib çıxarır. Yəni A plus 1-in kubu çıxılsın A-nın kubu bərabərdir 19 olacaq. Yəni 19 vahid dediyinə görə. Burada kubu açsaq, demək A-nın kubu plus 3A kvadratı üstəgəl 3AB kvadratı, yəni 1-in kvadratı 1 edəcək və üstəgəl 1 çıxılsın A kubu minus 19 bərabərdir 0. Buradan A kublar gedəcək. 3A kvadratı üstəgəlsin 3A 1 çıx 19 minus 18 bərabər 0. Buradan 3-ə bölsək A kvadratı plus A minus 6 bərabər 0. Bunda kökləri mənfi 3 və 2 verəcək. Mənfi 3 til ola bilməz. Demək, kubun tili 2 imiş. Doğru cavab Y variantı olacaq. Növbəti 64-cü suala diqqət edək. Deyir, A-nın hansı qiymətində 3A plus 9 ifadəsinin qiyməti 4A minus 18 ifadəsinin qiymətindən 3 dəfə böyük olar. Demək, 3A plus 9 ifadəsinin qiyməti 4A minus 18 ifadəsinin qiymətindən 3 dəfə böyük olar. Onda vurub açsaq, ya 3-ə ixtisar eləsək, bundan bunu 3-ə ixtisar edirəm. Burada qalır A plus 3. 3A plus 9-u 3-ə bölsək A plus 3. Bərabərdir 4A minus 18. A'ları sol tərəfə, ədəd sağ tərəfə getsək, mənfi 3A bərabərdir. Mənfi 18 çıxır, mənfi 21. A bərabər olacaq müsbət 7. Yəni doğru cavab A variantı olacaq. Növbəti 65-ci sual. 65-ci sualda daxili bucaqlarının cəmi 1800 olan qabaq çoxun tərəflərinin sayını soruşur. Yəni 180 vurulsun n-2 bərabərdir 1800. Buradan bunlar gedəcək 10 dəfə düşəcək. Yəni n bərabərdir 10 üstəgəl 2 12 olacaq. Bizdən tərəflərin sayını soruşur. Yəni n tərəflərin sayını bildirdiyinə görə doğru cavab elə 12 olacaq. Yəni Y variantı. Növbəti 66-cı sual. 66-cı sualda bizə rəqəmlər verib 1, 7, 9, 5, 3, 6. Deyir, rəqəmlərin hər birindən bir dəfə istifadə edilib düzələn ən böyük və ən kiçik 6 rəqəm nədədir? Ən böyükü düzəltmək üçün böyükdən kiçiyə düzəcəyik. Demək, 976.531. Demək, 2, 4, 6 rəqəm. Bir də ən kiçiyi də kiçikdən böyüyə düzəcək. 1, 3, 5, 6, 7, 9. Bizdən bunun fərqini istəyir. 11-dən 9, 2, 12-dən 7, 5, 14-dən 6, 8, 0, 4, 8. 840.852. Demək, doğru cavab C variantı olacaq. Növbəti 67-ci sual. 67-ci sualda deyir, velosipedçi 24 km/saat sürətlə gedərək müəyyən məsafəni 1,5 saata gedir. Demək, V24 ilə gedəndə 1,5 saata gedir. İndi həmin yolu tapmaq üçün VT-yə vurmaq lazımdır. Yəni 24-ü vuracam 1,5-ə. Demək, gedilən yol 36 km imiş. İndi deyir, həmin yolu bəs 18 km/saat sürətlə getsə neçə saata geri qayıdar? Onda 18 ilə gedəcəksə 2 saata geri qayıdacaq. Çünki V-si 18 olarsa növbəti zaman soruşur, S bölünsün V. Və tənasüb ilə də həll eləmək olardı. Demək, S bölünsün 36 bölünsün 18. O da eləyəcək 2 saata geri qayıdacaq. Doğru cavab Y variantı olacaq. Sonra növbəti sual 68-ci sual. 68-ci sualda demək
Deyir ki, 10'un kvadratı çıxılsın 8'in kvadratı bölünsün 18 ifadəsinin qiymətini hesablayın. Burada bir fərq bizəm tətbiq etsək, 10'dan 8 çıxanda 2, onun üstünə 8 yəni 18 bölü 18. 18'ə gedəcək, doğru cavab C variantı qalacaq. Növbəti 69-cu sual. 69-cu sualda bizə verib x minus 4'ün kvadratı üstə gəlsin y-in kvadratı. Bərabər 52 çevrəsinin o y oxu ilə kəsmə nöqtəsi. O y oxu ilə kəskəndə x 0 olur. X-in yerinə 0 yazıyıq. Onda mənfi 4'ün kvadratı 16 eləyəcək. Üstə gəl y kvadrat bərabər 52. Y kvadrat bərabər 52-dən 16 çıxanda 36 y olacaq plus minus 6. Yəni x 0, y həm müsbət 6 ola bilər, həm də mənfi 6. Yəni 0 6 və 0 mənfi 6. Doğru cavab C variantı olacaq. Növbəti 70-ci sual deyir ki, istənilən boş olmayan ABC çoxlular üçün hansı doğru deyil? Doğru deyil demək, boş olmayan ABC çoxlular üçün. A variantına baxırıq. A birləşir A-nın B-nin kəsməsi ilə. Doğrudur bu. A-nın B-nin kəsməsində 100% A olacaq. Birinci bunu tapacaq. Yəni A-nın elementləri olacaq burada. A-nın elementlərin A-nın özü ilə birləşsək, həmin elementlərin heç nə götürməyəcək, elə A-nı verəcək. B variantına baxırıq. A kəsişir B kəsişir C bərabərdir A kəsişir B. Demək, qruplaşdırma xassəsi var, doğrudur bu da. Yəni fərq etmir. Birinci B ilə C-ni kəsişdir, sonra A ilə B-ni kəsişdir, onun fərqi yoxdur. Sonra C variantında A ad çoxluğudur A ilə B-nin birləşməsinin. A ad çoxluğudur A ilə B-nin birləşməsi, yəni ən azı A qədər olacaq element. Çünki B-də heç nə olmasa belə A olacaq və bu A da özünün ad çoxluğu olacaq. Demək C də doğrudur. Bizdən yanlış istəyir. D variantında B ad çoxluq B ilə C-nin kəsməsi bu doğru deyil. B ilə C-nin kəsməsində B-nin C-də olan elementləri olacaq. B-nin C-də olan elementləri B-nin özü B-nin C-də olan elementlərin ad çoxluğu olmaya bilər. Ona görə də D həmişə doğru deyil. Doğru cavab D variantı olacaq. A ilə A-nın kəsməsi də həmişə A-nı verəcək. Y variantı da doğrudur. Demək D variantı doğru cavab olacaq. 71-ci sual. Radiusu 7,5 olan dairənin diametri. Diametr 2 dənə radiusa bərabər olduğuna görə 2 vur 7,5 yəni 15 olacaq D variantı. 72-ci sual. 2'də 3 x çıxılsın 4'də 3 kiçikdir 4x minus 5 bərabər. Ən kiçik tam əlini istəyir. Hamısını 4'ə vururam. 4'ə vuranda 2-ni x-ə gedəcək 6x, 4'ə vuranda çıxır 3, 4'ə vuranda 16x, 4'ə vuranda 20. 6x-dən 16x çıxanda mənfi 10x kiçikdir mənfi 20 üstə gəlirsə eləyəcək mənfi 17 və 3'ə bölsək, daha doğrusu mənfi 10'a bölsək x işarə dəyişəcək. X böyükdür, mənfi 17 mənfi 10'a böləndə müsbət 1,7. Ən kiçik tam həlli x bərabər olacaq müsbət 2. Demək 4'ə vurduq 6x minus 3, 4'ə vuran 6x minus 20. Mənfi 10x, bu da mənfi 17. O da x böyükdür 1,7'dən doğrudur. Demək ən kiçik tam həlli 2 olacaq. 73. 73'də avtobusda 30 nəfər sərnişin var. Birinci dayanacaqda 7 nəfər sərnişin, 9 nəfər mindi. İkinci dayanacaqda 14 nəfər düşdü, 4 nəfər mindi. Avtobus ikinci dayanacaqdan sonra neçə nəfər sərnişin oldu? Demək 30 nəfər sərnişin var idi. Birincidən 7 nəfər düşdü, 9 nəfər mindi. İkinci dayanacaqda isə 14 nəfər düşdü, 4 nəfər mindi. Avtobusda ikinci dayanacaqdan sonra neçə nəfər sərnişin oldu? Bunu hesablayacaq. 30 çıx 7, 23, o da 9. 32 çıx 14, 18, üstə gəldi 22. Demək, ikinci dayanacaqdan sonra avtobusda sərnişinlərin sayı 22 nəfər olacaq. Sonra davam edirik. 74-cü sual. 74-cü sualda bizə demək 3 bucaq yox, düz olmadı. Demək A, B, C, D və Y. AB və CD parçalı Y nöqtəsində kəsilərək nöqtəsini yarıya bölünür. AB və CD parçalı Y nöqtəsində yarıya bölünür. Yarıya bölünürsə, onda biz bunu birləşdirib parallelogram alarıq.
Demək, bu fiqur paralleqramdır. BY-nin YD-yə, onda AD-yə nisbəti 6, 4, 9. BY 6K, BY 6K. Sonra YD 4K, YD 4K. AD də 9K, AD. Burada 9K. Onda 6K ise burada 6K olacaq, 4K ise burada 4K olacaq, 9K ise burada 9K olacaq. AD'ye hiçbir zaman perimetri 38 ADE. ADE. Bu hiçbir zaman perimetrin 38 verir. Onda 4, 6, 10, 19K bərabərdir 38'ə. K olacaq 2. K-nı 2 tapandan sonra CB parçasını uzun. CB parçasının da görünür ki 9K'dır. Yəni 9-2'nin 18 doğru cavab olacaq. 75-ci sual. 75-ci sualda bizə bir üçbucaq YF ABC. Demək, YF FC'yə o da 3'ə bərabərdir. YF FC'yə o da 3'ə bərabərdir. AC 9'dur. Bizdən BF istəyir. X oxşarlıq paralel olduğuna görə oxşarlıq tətbiq edir. 3'ün 9'a nisbəti bərabərdir. X-in də X plus 3'ə nisbətinə bərabərdir. Çünki bu yuxarıdakı üçbucaq böyük üçbucağa oxşardır. Uyğun tərəflərin nisbəti, yəni X plus 3 ona görə götürdük. 3'ün 9'a, X-in də X plus 3'ə. Çarpaz olsaq 9X bərabərdir 3X plus 9. 6X bərabər 9. X yeyəcək 9 bölü 6. Yəni 1,5 doğru cavab olacaq. 76-cı sual. 76-da deyir nə? Mətbəədəki rəngli və ağ-qara çap olunan bir vərəqin çap qiyməti cədvəldə verilmişdir. Demək, 1500 vərəq aralığında rənglər 60 qəpik, ağ-qara 35 qəpik. Amma 1500-dən çox olanda isə 45 qəpikə rənglər, 30 qəpikə isə ağ-qara olacaq. Deyir, Elnur bu mətbəədən 5də biri ağ-qara olmaqla cəmi 4000 vərəq çap etdirdi. Demək, 4000-in 5də biri ağ-qaradır. Bu da eləyir 800. 800 ağ-qara. Onda 4000-dən 800 çıxanda 3200-ü də rəngli kağız çap etdirib. Buna görə o mətbəyə neçə manat ödəməlidir? Görək bu endirimə düşüb ya yox. Demək 800 3200 bizə deyir ki, əgər 1500-dən 1500 aralığında olanda rənglilər 60 qəpik. Rənglilər 3200-dür. Yəni 1500-dən çoxdur. Demək ki, rənglərin qiyməti yəni 45 qəpikdən hesablanacaq. 3200 çünki 1500 açdıqda 45 qəpik hesablanır. 0-dan 100-ə 45-ə. Bərabərdir. Bunun vergülünü vursam bu 2 0 gedəcək. 45 vur 32. 32 vur 45. 32'dən 2'ni alıb vururam buna. 16 vurulsun 90. 9 16'ya varanda 144, yanında da 1 0. Demək 1440 qəpik. Qəpiklə hesabladıq. 1440 qəpik. Bu da 14,4 manat. 14,4 manat. Bu rənglin qiyməti. İndi keçirik ağ-qara. Ağ-qara 800 vərəq olmuşdu. 800 vərəqdə endirimə düşmür. Yəni ağ-qaranın qiyməti 1500-ə qədər olanda 35 qəpikdən olur. Əgər 800 dənə ağ-qara imişsə, vuracağıq biz 0,135-ə. Bunu da 0-la vergülləri itirsək 8 vur 35. 8 35'ə vuranda 8 5'in 44 yadda. 8 üçün 24, o da 4. 28. Yəni 280 qəpik. 280 qəpik. Daha doğrusu dəqiqə. Burada 35 qəpikdən bu daha da qəpik 135 manat 800 vərəq. 280 manat daha doğrusu. Burada qəpik yox, manat. Onda bu da manatla olacaq. Burada biz bunu demək 0,45 yazdığımıza görə bu 1440 manat olacaq. Qəpik yox, manat olacaq. Demək 1440 manat bu olacaq. 1440 manat. Bu isə 280 manat. Qəpik yox, manat. Bizə nə deyir? Bizə deyir ki, buna görə o mətbəyə neçə manat ödəməlidir? Demək 1440 manat rəngliyə görə ödəyəcək. 280 manat da rənglisizə görə, ağ-qaraya görə ödəyəcək. Bu da bizə verəcək 0, 12, 1 yadda, 7, 1. 1720 manat olacaq. Demək,
Burada biz hesabladıq 0,135-i manatla, yəni 35 qəpik. 35-ə vursaydık, onda 100-ə bölməyə ehtiyac olardı. Burada demək cavabımız manatla olacaq. 1720 manat. Davam edirik. Növbəti 77-ci sual. 77-ci sualda 2x minus y bərabər 9, x plus y isə 12, x y xasını soruşur. Tərəfləri toplama üsulundan istifadə etsək 3x bərabər olacaq 21, x olacaq 7. Əgər x üstəgəli y-in cəmi 12 idisə, x-in yerinə 7 yazsaq y olacaq 5. Bizdən x y hasili 7 5-in 35 olacaq doğru cavab. 78-ci sual. 78-ci sualda bizə deyir ki, bir ədədin 25%, digərinin 50%-nə bərabərdir. Yəni, A-nın 25%, fərz edək ki, B-nin 50%-nə bərabərdir. Buradan alırıq ki, 100-lər gedir, 25 ilə 50 gedir, A olur 2 dənə B. Bu ədədlərin fərqi 60-dır. Yəni, böyük ədəddən kiçik ədəd çıxıram. Daha da A minus B bərabərdir 60. Onda A-nın yerinə 2B-ni yazsam əgər, 2B-dən B çıxanda B bərabər olacaq 60-a, A da olacaq 60 vurulsun 2, yəni 120. 120 ilə 60 imiş. Deyib, bu ədədlərin cəmini tapın. Bu ədədlərin cəmi olacaq A plus B, yəni 120 üstəgəl 60. Bu da bizə 180 doğru cavabını verəcək. 79-cu sual. 79-da deyir ki, Elnur hər gün eyni miqdarda pul xərcləyir. Elnurun pulunun və xərclədiyi pulun miqdarını göstərən qrafik aşağıda göstərmişdir. Bu neçə günə bitər? Demək, bunların pulları, yəni xərclədiyi pulla qalan pulu 15-ci gündə bərabərləşib. Fərz eləyək ki, Elnur hər gün x manat xərcləyir. Onda ilk başlanğıcda xərclədiyi pul 0 olacaq. Onda 150 minus 15 manat, 15 günə 15-ci gündə bunun xərclədiyi pulla qalan pulun sayı bərabərləşibsə, 15 günə bu xərcləyib 15x manat. Günə x xərcləyirsə, demək 15 günə 15x xərcləyəcək və qalan pulu da bu qalan puludur, hər gün x manat xərcləyir. Bərabərdir ilə xərclədiyi pula. Çünki bu 150 minus 15 onun qalan puludur, qalan. Bu da xərclədiyi puldur. Çünki 15-ci gündə xərclədiyi pulla qalan pul bərabərləşib. Onda 30x bərabərdir 150, x bərabərdir 5 manat. Demək, Elnur hər gün 5 manat pul xərcləyir. Onda bizə deyir ki, nə vaxtda neçə günə bitər? 150-ni böləcək 5 yerə. 150 5 yerə böləcək 30 günə bunun pulu tam bitəcək. 30 günə. Davam edirik 80-ci sual. 80-ci sualda bizə demək belə bir şəkil verib. Buradakı bucağı 100 dərəcə, buranı 50 dərəcə verib. Bizdən buranı istəyir. Düstur bu idi ki, 50 bərabərdir 100 üstəgəl 2 çıx 180 və yaxud da ki, bunu 3 bucağı tamamlamaqla həll edə bilərik. Paralel olaraq köçürsək, uyğun bucaqlar bərabər olduğuna görə bura 100 olacaq, qonşusu 80 dərəcə. Üst bucağın xarici bucağı ona qonşu olmaq ki, daxili bucağın cəmi. Yəni 80 üstəgəl 50 130 dərəcə verəcək. Demək, doğru cavab 130 olacaq. Və 81-ci sual. 81-ci sual, sonuncu sual. 81-ci sualda bizə demək kvadrat verib. Sonra düzbucaqlılara və ayrılıb. Bura diagonal boyu keçib. S1 və burada S2-dir. Demək, A, B, C-dir. Deyir ki, tərəfi 8 olan ABCD kvadratı. Bütöv tərəf 8-dir. S1 neçəyə 9-da 1 olarsa, S2-ni də tapın. Onda bunun tərəfini x qəbul edirəm. Bunun tərəfin bura olacaq 8 minus x. 8 minus x, burada 8 minus x olacaq. Bu demək, buradakı düzbucaqlının da kvadrat olduğunu deyə bilərik. Ona görə ki, bu diagonal bunun da diagonalıdır. Çünki diagonal kvadratda bucağı yarı bölür axı. Bu da yarı bölündüyünə görə buna da kvadrat deyə bilərik. Demək, bunun da bu tərəfi də 8 minus x olacaq. Onda bu da demək kvadratdır. Ona görə bu da x-dir, burada x-dir. Orada 8 minus x-dir, burada 8 minus x-dir. Onda biz yaza bilərik nə?
Bizdən soruşur S1-in S2-yə nisbəti 9-da 1 olarsa, sahələr nisbəti kvadratlar oxşardır. Yəni bərabər yanlı düzbucaqlı üçbucaqlardır bu iki dənə rəngli hissələr, onlar da oxşardır. S1-in S2-yə nisbəti 9-da 1-dirsə, demək bu K-nın kvadratıdır, K 3-də 1-dir. Yəni oxşarlıq əmsalı 3-də 1-dir. Yəni uyğun tərəflərin nisbətləri 3-də 1-ə bərabərdir. Yəni 8 minus x-in x-a nisbəti bərabərdir 3-də 1. Buradan biz x-i tapaq. X-i tapsaq bu eləyəcək x bərabərdir 24 çıxılsın 3x. 3x'i sol tərəfə getsəm 4x bərabərdir 24. X olacaq 6. X 6 olandan sonra bizdən S2-ni istədiyinə görə S2 də düzbucaqlı üçbucaqdır. Katetlər hasının yarısı 6 6-nın 36-nın yarısı 18 olacaq. Demək S2 bərabər olacaq 18. 36-nın yarısı 18. Belə əziz izləyicilər. İnşallah nəticələrinizdə ürəyiniz istədiyi kimi olar. Hər birinizə uğurlar arzulayıram. Sağ olun. Növbəti videoda görüşənədək.